Hikvision router modelimiz VR30X-V'dir. Bu model səhifədə də gördüyümüz kimi, deməli bura baxaq. Router modda işləyə bilir, wireless extender modda işləyə bilir, bir də access point modda işləyə bilir kabellə, yəni. Biz bunu router mod sadədir, LAN kabel qoşulur arxasına porta. Həmin modelimiz buradadır, routerımız. WAN porta qoşulur. Əslində WAN, LAN bunlar dəstəklidir, avtomatik özü çevirir. Porta qoşursuz işləyir. Access point modda kabel qoşursuz işləyir. O da aydın məsələdir, bilirsiniz. Bir dənə müştərinin çətinlik çəkdiyi wireless extender moddur ki, hansı ki hava ilə Wi-Fi dalasına qoşulub, hava ilə də yaymağı kabelsiz. Telefonun nastroykasını göstərəcəm, ona görə telefon ekranı çəkirəm. Hal-hazırda kabellə qoşulub nastroyka eləyib sonra dəyişmək olur nastroykanı, ancaq bu cür kabelsiz göstərim, necə işlədəcəm, qoşacam. Deməli, bunun üçün giririk, biz qoşuluruq Wi-Fi-ya, həmən Hikvision'un Wi-Fi-na. Birinci burada adı gəlib, Hikvision'da arxasında yazılıb, parolsüz Wi-Fi-dir, qoşuluruq buna. Deməli, Wi-Fi-ya qoşulub, əslində biz indi Chrome'dan web səhifəsinə keçək. Arxasında label'da gördüyünüz kimi, mən burada bayaq girdim buna test üçün, göstərim belə. Arxasında router'ın label'da yazılıb 192.168 deməli 9.1'dir IP-si. 9.1'ə girir. Deməli, burada salamlama səhifəsində Cloud Management'i qəbul edirik ki, qıraqdan idarə eləmək olsun. Avtomatik update'i qəbul edirik, bir də müqaviləni qəbul edirik. Sonra ölkəni seçirik. Buradan Afrikanı seçək ya da Azərbaycanı. Burada deməli, iki dənə mod gəlir. Operation mod birinci Wi-Fi moddur, birinci yəni router moddur, ikinci access point moddur. Bizə extender mod lazımdır, wireless extender mod. Bu burada yazılmayıb, ona görə əziyyət çəkirlər bəziləri. Access point modla eləsəz, mütləq istəyəcək ki, kabeli taxasınız. Biz router moddan eləyirik, create new Wi-Fi eləyirik. Güya elə gedir. Burada internetə qoşmadığımıza görə, arxasında kabel olmadığına görə bu cür aşıqqa verir. Bunu ötürürük buradan, bypass eləyirik bunu. Aşağıda skip yazılıb ingiliscə, basıram onu. DHCP gəlir ikinci səhifədə. Network'un konfigurasiyası. Burada DHCP-ni saxlayıram, çünki şəbəkə hər neçə IP ilə paylaşırsa, onun avtomatik geçsin. Buna toxunmursuz, keçirik. DHCP-nin parametrləri gəlir, ona da dəymirik, keçirik. Wi-Fi-nin adı, parolu, hələ ki bunlara da dəyməyəcəm. Deməli, modemin giriş parolunu yazmalıyam təyin eləmək üçün. Bunu yazmasaq keçmir. Konfirm eləyirəm. Bu cür. Deməli, bu etabı biz keçdik. İndi Wi-Fi perzaqruska eləyir, Wi-Fi-dan aralanır, təzədən qoşulacaq. Hal-hazırda parametrlər yaddaşa oturur. Bu səhifədə biz başqa heç nə eləmirik. Deməli, internet yoxdur hal-hazırda o Wi-Fi-da. Gözləyirik, özünə gəlsin Wi-Fi, təzədən qoşulun. Qoşuluruq yenidən Wi-Fi-ya. Gəlirik bu səhifəni yeniləyirik. Səhifə yenilənəndə logout elədiyi üçün parol istəyəcək. Təzədən login eləyirik. Bayaq yazdığım parolu yazıram. Giriş üçün yazılan parol. Hal-hazırda özün router kimi hiss eləyir və interneti görünür, ona görə aşıqqa verir. Bax, internetə qoşulu deyil göstərir. Biz buradan bunu dəyişirik. Məsləhət görürəm ki, telefonla nastroyka eləməyin heç vaxt belə avadanlıqları. Çünki çətinlik olur, əziyyət olur. Ən yaxşısı LAN kabeli qoşub kompüterdən nastroyka eləməkdir. Kompüterdə də eyni bu səhifə açılır. Ardıcıllıq proses birə-bir eynidir kompüterdə də. Burada My Broadband'a giririk, bu seçdiyimə yuxarıdan ikinci
Burada modları görürük. Mən hal-hazırda bayaq router mod gəlmişdi, bir də access point mod gəlmişdi. Ona görə router'u seçmişdim. İndi burada ikinci wireless extender modu görürük. Burada bildirişlə verir ki, bizə unplugged Ethernet kabel. Ethernet kabeli deyir arxasından çıxar. Böyle bilir ki, landadır, biz qoşmamışıq. Bunu close edirəm, bu heç. Burada deməli qoşulacağımız Wi-Fi yazır. Burada scan knopkası var. Scanı basıram. Wi-Fi'ları axtarıram. Məsləhət görəm, yenə də kompüterlə eləyəsiniz bunu. Deməli, burada bizim Wi-Fi birinciyə qoşulum. Hətta ikinciyə qoşulum mən test üçün, göstərmək üçün sizə. Deməli, 5 GHz-lə də qəbul eləyə bilir. Biz Wi-Fi-ın parolunu yazıram. Aha, set the same Wi-Fi information as uplink yazır. Yəni bu o deməkdir ki, Wi-Fi-ın adı deməli EuroTech 5-dir bizdə. Yəni ki, təzə yaranacaq Wi-Fi-ın da adı EuroTech 5 olsun. Bu avtomatik qalçıq oradadır. Mən onu qalçıqanı götürəcəm ki, olmasın, təzədən ad yazacağam. Save eləyirəm. Eyni Wi-Fi adında istəmədim olsun. Deməli, Connected yazdı. Burada görürsünüz yuxarıda Connected yazısı gəldi. Wi-Fi deməli qalır yerində, deməli routerun qabağında göy işığı yandı artıq. O deməkdir ki, internet var. Bayaqdan qırmızı işıq yanırdı. Aha, connected yazdı, no internet də yazmadı. İnternetimiz də var. Yenidən biz səhifəyə girməyə çalışsaq, bu səhifə çox güman ki işləməyəcək. Aha, bu səhifə işləmir, çünki IP köhnədir. Bunun təzə IP alıb, təzə IP-ni biz buradan görə bilməyəcəyik. Səhv eləmirəmsə, mən kompüterdə baxdım o IP-yə, qabağımda açıqdır, göstərir. 10165-i bizə verdiyi IP-dir. Bunun gateway-ini biz görə bilmirik. Çünki bu wireless extender kimi qoşulub. Deməli, kompüterdə mən nə görürəm? 10164. Bizim şəbəkə onlandı. Deməli, telefonla biraz narahat oldu. Belə, indi 192.168.10.164. Bizim şəbəkə onlandı internetimiz. 164'ü də bu extender Hikvision aldı. Mənə də 165 verib telefona, bayaq gördüyüm odur. Parolü yazıram. Burada interneti görəcəyik ki, internet var. Yeniləmə gəlib, yeniləmə sonra eləyərəm. İnternetin olduğunu göstərir. Bu işarə, deməli, internet var. Bu qədər, hər şey qaydasında. My Broadband-a baxırıq. Wireless Extender moddadır. Hal-hazırda kabel yoxdur arxasında. İnternet işləyir. Deməli, qoşulub. Wi-Fi-dakı My Wi-Fi-dan girib dəyişikliklər eləyə bilirəm. Adı burada qalır. Buradan encryption modu yandırıb keçə bilirik. Wi-Fi parol qoyub parollu rejimə keçə bilirik. Digər nastroykalar da içində var. Onları bir-bir izah eləməyəcəm. Routerun da qarşısında bu dəqiqə göy işığı yanır və internet var. İnterneti də yox bu yox. Hepsi.com. Mənim telefonumda 5 Hz olmadığına görə deməli bu telefon hal-hazırda 2.4 ilə qoşulub. Həmin Wi-Fi-yə ona görə də bu sürəti alıram. İnternet var. Router'ı da göstərim. Səhifədən çıxa bilirsən. Aha. Deməli,
kameradan sizə göstərim. Hal-hazırda göy işıq yanır qabağında, interneti var. LAN kabeldə qoşulu deyil. Bu qədər, bu cür.